Məhkəmələr kredit müqaviləsi üzrə öz mülahizəsi əsasında faiz borcunu silə bilərmi? Cavab: xeyr. Çünki verdiyi kreditə görə faiz tələb etmək bankların hüququdur. Və faizlər bankların əsas gəlir mənbəyindən biridir və faiz tələb edilməsi qanunvericiliklə tənzimlənən bir məsələdir. Məhkəmələr kredit müqaviləsi üzrə dəbbə pulu, penya, cərimə kimi borcları öz mülahizəsi əsasında silə bilər. Məsələn, kredit təşkilatı 17.000 cərimə hesablasa belə, məhkəmə onu 170 manata kimi endirə bilər. Lakin faiz borcuna öz mülahizəsi əsasında məhkəmələr müdaxilə edə bilməz. Faiz borcunun azaldılması və yaxud da silinməsi yalnız məhkəmənin təyin etdiyi məhkəmə mühasibatlıq ekspertizasının rəyi əsasında ola bilər. Yəni məhkəmə mühasibatlığı üzrə ekspert rəy versə ki, faizlər şişirdilmişdir və həddindən artıq çox hesablanıb, əslində bu qədər yox, bu qədər olmalıdır. Bəli, onda məhkəmələr faizi azalda bilər və yaxud da hər hansı bir qanunsuzluq aşkara çıxarsa, onun silinməsi ilə bağlı qərar qəbul edə bilər. Diqqətiniz üçün təşəkkür edirəm.